Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə portalda necə də, yəni mygov.az saytında magistraturaya, universitetlərə necə qeydiyyatdan keçmək lazımdır. İlk öncə deyirəm ki, portal.edu.az saytını unudun getsin. Oradan qeydiyyat yoxdur. Yalnız mygov üzərindən qeydiyyat olacaq. Və nə edirsiniz? Kompüterinizi açırsınız mygov.az saytına, yuxarıda gördüyünüz kimi daxil olursunuz. Daxil olandan sonra isə nə edirik? Hazırda bu vəziyyətdədir. Ondan sonra burada yuxarı hissədə daxil ol düyməsi var. Göy. Vurdunuz onun üzərinə. Burada QR kodla daxil ola bilərsiniz. Necə eləyirsiniz? Telefonunuzu götürürsünüz əlinizə. MyGov proqramı açırsınız. Orada PIN kodunuzu daxil edirsiniz. Daha sonra isə aşağı hissədə QR scan var. Ən aşağıda tən ortadadır. QR scan ilə siz onu vuran kimi avtomatik olaraq barkod oxuyucu olacaq. Yəni belə deyək, QR kod oxuyucu açılacaq və siz telefonu tutursunuz həmin o sayta. Avtomatik olaraq tutan kimi giriş eləyib həmin hissədən davam edə bilərsiniz. Mən isə belə giriş eləmirəm, çünki tələbəmin adından giriş eləmək istəyirəm. Biraz işim çətindir, amma siz bu formada rahat giriş eləyə bilərsiniz. Tutaq ki, siz giriş elədiniz, indi bir balaca qabağa çəkərsiniz videonu. Mən digər üsulları ilə giriş eləyim. Mən identifikasiya nömrəsi ilə giriş eləyəcəm. Girdim. Siz QR oxutdurub girdiniz, mən də başqa bir yolla girdim. Xülasə, axır ki girdik. Gördüyünüz kimi bu hissədə həmin şəxsin, yəni sizin adınız yazılacaq və bu tərəfdə də axtarış paneli çıxır. Axtarış panelinə nə yazırsınız? Yazırsınız elm, web, gözləyirsiniz bir balaca, aşağıda açılır. Qurumlar hissəsinə gəlirsiniz, axtarış hissəsində. Elm və Təhsil Nazirliyini seçirsiniz. Bunu seçəndən sonra nə baş verir? Ali və orta ixtisas təhsil müəssisələrinə qeydiyyatı vuracaqsınız bir dəfə. Vurandan sonra müraciət et əmri var sağ tərəfdə. İlk dəfə girənlər üçün təbii ki. Müraciət etə vurandan sonra gözləyirsiniz bir balaca, tələsmirsiniz. Burada bəzən yazılı ki, məlumat yoxdur falan, 1-2 saniyə gözləyəndən sonra özünə gəlir. Ya da refresh verir. Məlumatlar gələcək sizin barənizdə. Baxın, burada sizin adınız ulduzlanıb, ilk iki hərfindən sonra soyad falan hər şey yazılacaq. Əlaqə nömrəniz yazılıbsa onu qeyd edirsiniz. Daha doğrusu yazılıbsa heç eləmirsiniz. Yoxdursa əlaqə nömrənizi tamamlayırsınız. Elektron poçt ünvanınızı yazırsınız bu tərəfdən, bax buradan. Ondan sonra isə qeydiyyatda olduğunuz ünvanla yaşadığınız ünvan bu hissədə göstərilən eynidirsə bəliyə vurursunuz. Xeyirdirsə, onda xeyri vuran kimi aşağı hissədən bir panel açılacaq. Buradan faktiki yaşadığınız ünvanı qeyd edə bilərsiniz. Bu hissəni tamamladınız. Burada çox da zaten məlumat yoxdur. Davam et düyməsinə bir dəfə vurursunuz. Burada artıq sizin məlumatlarınız, neçə bal yığdığınız, təhsil haqqınız və ya dövlət sifarişidirsə, lap yaxşı burada görsənməyəcək. Ondan sonra bu ixtisasın tanınmasının ekvivalentliyini təsdiq edən sənəd. Bunu boş verin. Bu xaricdə oxuyanlara aiddir, bakalavri. Gəlirsiniz aşağı hissəyə. Bu hissədə ali təhsil haqqında sənəd və onun əlavəsi var. Sənədi yükləyənə vurursunuz bu hissədən. Asılacaq kompüterin yaddaşı və siz buradan PDF-i, yəni əgər 4-cü kursunuzsa arayış olmalıdır və yaxud transkript olmalıdır. Onu yerləşdirirsiniz. Əgər yox, məzunsunuzsa diplom və əlavəsini hamısını bir PDF-də birləşdirib yükləyirsiniz. Sizə PDF birləşdirici proqram da deyim. Baxın, belə bir PDF birləşdirici proqram var. Bir yuxarı hissədə var. png2pdf.com. Şəkilləri bura atırsınız kompüterdə, avtomatik kombayna vurursunuz və PDF-ə çevrilmiş olur hamısının birində. Tutaq ki, bunu elədiniz və davam etə vurmuş olursunuz. Davam etdən sonra nə gəlir sizdə? Ən əsas mərhələlərdən biri budur. Əgər siz kredit almaq istəyirsinizsə, yeri gəlmişkən kreditin də iki növü var. Bəliyə vuranda görsənəcək. Standart kredit var, sosial kredit var. Standart kreditdə minimum 50 balınız olmalıdır magistratura imtahanından və siz burada ümumi ortalama göstəriciniz 70-in üzərində olmalıdır. Universitetdə ümumi ortalama göstəriciniz. Və 6%lik kreditlə verir standart tələbə təhsil krediti. Yer gəlmişkən bunun da krediti də ayrı cür götürürsən. Sadəcə burada qeyd edirsən, sonra kreditin saytından girib oradan ərizə qeyd edirsiniz. Bu hissədə standart kredit barəsində zaten məlumatlar var. 20%-dir magistratura üçün 50 və ondan yuxarı bal toplamış uşaqlar üçündür. Sosial tələbə təhsil krediti götürmək istəyənlər isə gərək bu aşağıdakı yazılanlardan hər hansısa birinə aid olsun. Yox, bunların heç birinə aid deyilsinizsə, o zaman sosialdan istifadə edə bilməzsiniz. Sosial tələbə təhsil kreditində 2% deməli əlavə ödəniş eləyəsiniz illiyin üzərinə. Tutaq ki, heç birinə aid deyilsinizsə də xeyrə vuracaqsınız. Sosial baxımdan həssas ailə qrupuna aidsinizsə, məsələn, ən çox bu məcburi köçkünlərdə olur. Bəliyə vuracaqsınız, sosial statusu seçəcəksiniz. Buradakılardan hər hansısa biri aiddirsə, məsələn deyirəm, məcburi köçkün statusu olan şəxsizsə, vuran kimi aşağıda yazılacaq. Məcburi köçkün statusu olmasını təsdiq edən sənəd. Həmin o məcburi köçkün sənədini yükləyəcəksiniz bura. Yeri gəlmişkən notariusda təsdiq olunmalıdır sənəd, sonra yükləməlisiniz bura. Hər şey hazır olandan sonra davam edə bir dəfə vuracaqsınız. İndi mən burada heç nə eləməyim də, buranı da xeyir seçim.
Ən sonda davam edə vurmuş olacaqsınız və burada məlumatlarınız əks olunandan sonra isə bunu da seçirsiniz, xidmətdən istifadə. Təsdiqləyən vurursunuz, bununla da müraciəti tamamlamış olursunuz. Sizin MyGov-unuza, telefondakı MyGov-unuza bildiriş gələcək. Bildiriş gələn kimi yenidən kompüterlə daxil olacaqsınız və tarixçiyə baxacaqsınız. Mən dediyim ardıcıllıq var. Burada tarixçə var. Tarixçiyə baxacaqsınız və onunla da burada məlumat yoxdur, çünki müraciət eləməmiş. Siz müraciət eləyəndən sonra mütləq ki, universitet geri dönüş ediləcək. Bu bunun birinci hissəsi. Növbəti videoda kredit necə götürülür, o barədə danışacağam.